Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Tibb Universiteti tələbələrindən soruşuruq. Oxuduğunuz ixtisas nədir və maaş gözləntisi nə qədərdir? Müalicə profilaktika 2 fakültəsində oxuyuram. Minimum 10.000 yəni. Müalicə ixtisasında oxuyuram və seçəcəyim ixtisasa görə 5000 üzəri düşünürəm. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Eczacılıq maaş gözləntim 150.000 manat. İlk olaraq əksər Azərbaycanlı kimi 500-600 lap biz tibb oxuyur, biraz da üstünə qoyun 1000 azayım. Sonra da bizim peşəkarımızın asılıdır da həkim kimi. Oxuduğum ixtisas ictimai səhiyyədir. Gözlədiyim maaş 1200-1300 civarında. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Müalicə ixtisasında oxuyuram. 3000-dən başlayaraq 10.000-ə kimi yolu var. Oxuduğum ixtisas müalicə işi, maaş gözləntim hardasa 15-20 min arası. Müalicə profilaktika fakültəsində təhsil alıram. Hələ ki ilk işə daxil olanda 600 plus göz istəyərdim. Ondan sonra vəzifəmi layiqli yerinə yetirsəm, biraz da çox olmasını istəyərəm. Mən eyni ixtisasda təhsil alıram. Mənim maaş gözləntim 5000 və ondan daha da artıq. Sizin maaş gözləntiniz nə qədərdir? Şərhlərdə bildirməyi unutmayın.